Hamıya salam dostlar. Bu gün sizlərlə bərabər World Soccer Chance çəkirəm. Dostlar, mən belə bir challenge eləmişəm. Kümə futbol klubu Azərbaycan Premyer Liqasından düşəcək küməyə. Ondan sonra da Azərbaycan 1-ci liqasında da oynayacağıq. Dostlar, sizlərlə bərabər görək nə oynayaq. Yeni bir karyeraya gələcəm. Deməli, dostlar, bir azəmi qoyuruq. Nə liqası oynayaq birinci? İngiltərə liqasına başlayaq, İspanya. Mən fikrimizi İspaniyadan başlayaq. Görək nə gəlir. Ən yaxşı 56, 19, məncə Alfaro'dan yaxşı. Deməli dostlar, mən oyuncuları hamısını alıb gəldim. Bəli dostlar, bütün futbolçuları transfer elədim. Zuka Tigra harda oynadaq? Məncə bunu hələlik yedəklərdə saxlayayım. Arada bir oyuna salaram. Dostlar, qapıya birinci Samalazonu sallıq. Bunu belə çəkirik. 3 dənə qapısımız var. Bunu çəkək rezervə. Dostlar, deməli, liqamıza baxaq nədir? Qrup aşaması D. Yəni, burada dostlar elə kimə düşməyik. 6-cı olsaq belə də yüksəlirik. Dostluq oyunumuz var. Dostlar, gəlir. Bəli, dostlar, gəldim. Hardasa liqada 3 oyun oynayacaq, videomuz bitəcək. Bunları heç neysə, dostluq oyununa dayandırıb gəldim. Yəni, belə video çox uzun olacaq. Bəli, dostlar, gəldim. İspanya kubok oynuyordum ilk oyunuma girdim. 3-1 uduzdum. Yəni, buradan baxa bilərsiniz. Ya da bunlar bəlkə oyun göstərilmir. Deməli, dostlar, Alonsonu bura qoyuram. Mən ümumiyyətlə Zuka Tigranı, harada Tigra oynatmayacağım mən bunu. Saxlayacağım, çox yaxşı olsun, ondan sonra oynatmaya başlayacağım. Deməli, 3 oyunumuzu giririk, videomuz qutarır. Qrup aşaması deyil. Dostlar, mən əslində video çəkmişdim Goal FC-ni. Sadəcə gördüm pərs nədir. Dedim, yox, pis çıxar, ona görə paylaşmayacağım. Amma oynamışam. Yəni, duyuru kimi bir şey deyim. Dostlar, mən videodan əvvəl ancaq özüm oynayacağım. Yəni, 1-2 il özüm oynayacağım ki, bu 100 il ancaq videoda çox uzun olacaq. Yəni, 3 oyun necə ola bilər? Dostlar, mən qapısım çox zəifdir, nədirsə. Sonra uduzmayaq da. Təsəvvür edin, dostlar, kimə düşürük. Yəni, inanmıram kimə düşək. Yəni, 6-cı yer tutsaq, yəni, çox əladır. Yəni, play-offlara qalırıq. Mənə ən rahatı play-off olar. Görə nə olur, uda biləcək, yoxsa uduzacaq, yoxsa bərabər qalacaq. Mənim fikrimcə udmaq istəyirəm oyunu, çünki sonrası 3 xaldır da. Yəni, mənim birinci önəmli deyil. Dostlar, orada mən də belə bir karyera eləyirəm. Bu Luis Itanya Portuqaliyadır. Elə bir şey 4-cü liqadan başlayıb bunun kimi qrup aşaması sadəcə B-dir onda. Mən dostlar 2-ci ligiyə qədər yüksəldim. Mən hədəfim normal Portuqaliya ligidir. Orada az qalıb. Mən nəsənciyəm bilmirəm. Amma bilirəm ki, yüksələcəm. Videoda göstərirəm. Xahiş dostlar, 10 like atın. İzlənmələr düşür, like'lar düşür. Doğru mu dostlar? 4-1 utduq. İlk qələbəmizi aldıq. Görən biz lider olacaq yoxsa? Onu bilirəm ki, 6-cı ya da təsəvvür olsa 1-ci oluq. Görək 4-dən çox asan qol yox, 1-ci. Deməli dostlar, 1-ci oluq. 4 dəqiqədə videomuz. Bir oyunumuza girək, yeşunlaşdıraq videonu. Bir tane bunu yüksək, ofansif qoyun. Qapışım, eyb yox, belə də çıxsaq olar. Deməli, hücumdayıq. İlk qələbəmizi aldıq, xeyirli uğurlu olsun. İlk məğlubiyyətimizi də aldıq. Kubokda elə 1-ci turda da. Adamlar sonuncu dəqiqələrdə, yəni 117-ci dəqiqələrdə qol atmağa başladılar. Yoxsa oyun belə sıxıcı keçdi. Yəni gözlü görən udan kimi olacaq. Mən dedim ki, nə var ki, penaltilər tutaram da. Sonra dedim ki, son 2-ci tura qədər yüksəlim. 2-ci turda uduzum. Onca biraz belə pis çıxdı. İlk turdan necə olar ki, adamı tutsun. Yəni, bu normaldır. Həqiqi futbolda olsaydı, məncə belə çıxardı ki, adam hələ
komandaya ilk gəlib, öyrəşməyib. Doğrudan dostlar, dostluq oyunları nəticəsindəyim. Hamısı bərabər qaldı 0-0. Heç bir qol ata bilmədik. Onlar hamısının masatla bastım. Yəni o qədər önəmli deyil, vaxtımızı boşa xərcləyək. Doğrudan dostlar 1-0 duruq. Mən həm danışıram, həm də oynayıram. Ona görə qol atmaq yadımdan çıxır. Həmişə mən məzələnirəm oynayanda. Amma bu səfər məzələnməyim. Ciddi oynayım ki, yəni birinciliyimizi saxlayaq. Məncə yenə birinciyik. Çünki qol baxımından əgər biz 3-cü qolumuzu atsaq 7 qol olur. Əgər bu qolu atsaq, yəni belə çıxar ki, rekord qırdıq. Deyilib ki, birinci turda uduzan komanda birinci turda uduzan Alfaro İspanya liqasında birincidir, D qrupunda birincidir. Yəni elə həqiqi futbolda elə çıxar məncə bu oyunu tutsaq. Müdafiəçilərim zəifdir. Dostlar, bir dənə futbolçu satdım məcburi. Sağ bekimizi. Ən güclüsüydü. Futbolçular transfer eləmək üçün. 6 dəqiqədə bu oyundan da videomuz sonlanır. Dostlar, təsəvvürün geri dönüş edirlər heç vaxt. Əl olduq bu oyunu. 6 xal. Dostlar, bu 100'lük olmayacaq sadəcə. Elə belə arada bir videosu gələcək. Sağ olun dostlar. Bay bay.